Salam uşaqlar, hər birinizi kanalımda xoş gördüm. Bugün sizlərlə Riyaziyyat 9-cu sinif BSG 2-nin ikinci variant misallarına baxacağıq. Deməli uşaqlar, başlayaq birinci misalımızdan. Birinci misalımızda bizə deyir ki, qabarıq 5 bucaqlının daxili bucaqlarının cəmini tapın. Aha. Deməli uşaqlar, daxili bucaqlarının cəmini tapmaq üçün əvvəlcə bizə lazımdır bir daxili bucağı tapmaq. Deməli, bir dənə 5 bucaqlını çəkək. Aha. Biz bilirik ki, bütün çox bucaqların, xarici bucaqlarının cəmi 360-dır. Xarici bucağım hamısı bir yerdə 360-dırsa, gəlin bir xarici bucağını tapaq. 360-ı bölək 5-ə. Aha. Bu da eləyəcək 72 dərəcə. Deməli, biz tapdıq ki, bir xarici bucağımız uşaqlar 72 dərəcədir. Baxaq indi bu hissəyə. Baxın uşaqlar, bir xarici bucaq 72-dirsə, ona qonşu olan daxili bucaq neçə dərəcə olacaq? 108 dərəcə. Çünki cəmləri 180 dərəcə olmalıdır. Açıq bucağın üzərində yerləşir. Aha, biz bir daxili bucağımızı tapdıq. İndi gəlin bütün daxili bucaqlarımızı tapaq. 5 vurulsun 108, bu da eləyəcək 540. Cavabımız oldu C bəndi. Sonra keçək ikinci misalımıza. Deyir, daxili bucaq xarici bucağından 36 dərəcə böyük olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Bayaq dediyimiz kimi uşaqlar, bir daxili bucaqla bir xarici bucağın cəmi 180 dərəcədir. Bucaqlarımızın, tutaq ki, bu çoxbucaqlı olsun ixtiyarı. Bura alfa olsun, daxili bucaq xarici bucağından 36 dərəcə böyükdürsə, bura alfa yazaq. Bu bucaqda qeyd eləyək, alfa plus 36. Bu ikisinin cəmi bizə nə verməlidir? 180. Bərabərdir 180-ə. 2 alfa bərabərdir 144-ə. Alfa nə olacaq? 72 dərəcə. Görək bizdən nə istəyir? Deyir, düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Baxın uşaqlar. Biz bayaq dediyimiz qaydada çoxbucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. Bir xarici bucağımız 72-dirsə, 360-ı böləcək 72-yə sayını tapmaq üçün. Bu nə eləyəcək uşaqlar? 36-ya hər tərəfi böldükdə yuxarıda 10 qalacaq, aşağıda 2. Bu da eləyəcək 5. Cavab oldu C bəndi. Sonra keçək üçüncü misalımıza. Üstdə deyir ki, verilən bərabərsizliklər sistemini həll edin. Aha, gəlin yazaq uşaqlar. 20 çıxılsın 5x böyükdür 0. 5x plus 15 böyükdür 0. Bərabərsizliklər sistemini həll etmək üçün verilən bu hər iki bərabərsizliyi ayrı-ayrılıqda həll etməliyik. Yazaq. 20 çıxılsın 5x böyükdür 0. Mənfi 5x böyükdür mənfi 20. Bərabərsizliyin sağ və sol tərəfini mənfi 5-ə bölək uşaqlar. Bu zaman işarəmiz dəyişib olacaq. Kiçikdir 4. İndi ikincini yazaq. 5x plus 15 böyükdür 0. 5x böyükdür mənfi 15. X böyükdür mənfi 3. Deməli, 2 dənə kökümüzü tapdıq. X kiçikdir 4. X böyükdür mənfi 3. Gəlin ədəd oxunda göstərək. Bura olsun mənfi 3. Bura olsun 4. Aha. 4-dən kiçiklər lazımdır uşaqlar. 4-dən kiçiklər. 3-dən isə mənfi 3-dən isə böyüklər. Hər ikisinin kəsişdiyi nə olacaq uşaqlar? Mənfi 3 ilə 4 aralığı. Deməli, cavabımız olacaq B bəndi. Mənfi 3, 4. Keçək növbəti 4-cü misalımıza. Aha. 4-də deyir ki, verilən ardıcıllığın 3-cü həddini tapın. Gəlin tapaq. Ardıcıllığımız hansı şəkildədir? AN bərabərdir 3n kvadratı plus 1. Üçüncü həddi istəyirsə uşaqlar, harada n gördüksə yerinə 3 yazacaq. A3 bu zaman bərabər olacaq. 3 vurulsun 3-ün kvadratı plus 1. Bu nə eləyəcək uşaqlar? 3 vurulsun 9 plus 1 bərabərdir 28. Cavabımız oldu C bəndə. Sonra keçək 5-ci misalımıza. Yenə çoxbucaqlılarla bağlı bir sual. Bizə deyir ki,
Düzgün 9 bucaqlının bir xarici bucağını tapın. Bunların içərisində ən rahatı budur. Bir xarici bucağı tapmaq üçün nə edirdik? 360'ı bölürdük sayına. Alfa bərabərdir 360 bölünsün n. Bu da bərabər olacaq. 360 bölünsün 9. Bu da bərabərdir 40 dərəcə. Oldu cavabımız D bəndi. Sonra keçək 6-cı misalımıza. 6'da uşaqlar bizə deyir ki, verilən bərabərsizliyi həll edin. 6x kvadratı çıxılsın 3x plus 2 kiçikdir 0. 6 yox. Bunu silək. Bu 6-cıya misalın nömrəsidir 6. X kvadratı çıxılsın 3x plus 2. Uşaqlar, Viet teoremi ilə artıq hər biriniz tanışsınız. Deməli, Vietə əsasən bu tənliyin köklərinin cəmi bizə verir 3'ü, hasili isə bizə verir 2'ni. Yazaq, köklərimizin cəmi bərabərdir 3, hasili isə bərabərdir 2'ye. Cəmi 3'ü, hasili 2'ni verən ədədlər hansılardır? x1 1, x2 bərabərdir 2. Aha. Əgər bərabərsizlikdə kiçikdir varsa, bu zaman olacaq bərabərsizliyimiz 1-2 aralığında. Bu şəkildə. Bu da eləyəcək C bəndə. Böyük olsaydı o zaman olardı mənfi sonsuzluq 1, 2 müsbət sonsuzluq. Sonra keçək 7-ci misala. 7-də deyir ədədi silsilədə silsilə fərqini tapın. Yazaq A9 çıxılsın A19 çıxılsın A11 bərabərdir 56'ya. Silsilə fərqini deyir tapın. Aha. Deməli uşaqlar. Gəlin bunu bu şəkildə parçalayaq. A19 bərabərdir A11 plus 8 D. Gəlin A19'un yerinə bu ifadəni yazaq. A11 plus 8D çıxılsın A11 bərabərdir 56'ya. A11'lər islah olunacaq uşaqlar. Nə qaldı bizim əlimizdə? 8'dir. Bərabərdir 56'ya. D də bərabərdir 7'yə. Keçdik 8'ə. Deməli uşaqlar, deyir verilən nöqtələr arasındakı məsafəni tapın. İki nöqtə arasındakı məsafə düsturuna əsasən yazaq. Deməli, D bərabərdir 4 çıxılsın 1'in kvadratı plus 6 çıxılsın 2'nin kvadratı. Bu da bərabərdir. Kök altında 3'ün kvadratı plus 4'ün kvadratı. Kök altında 25. Bundan da kök çıxacaq 5. Deməli uşaqlar, gəlin düsturumuzda yazım. Tutaq ki, x nöqtəsinin koordinatları olsun. x1, x2, y-in koordinatları olsun. y1, y2, y2. Aha. Bu nöqtələr arasındakı məsafəni tapmaq üçün y1'dən x1'e çıxırıq. Kvadratı. Üstə gəlinsin y2'dən x2'ni çıxırıq. Və bunun kvadratı ümumi bir ifadəmiz isə olacaq kökün altında. Bu iki nöqtə arasındakı məsafə düsturudur. Sonra keçək 9'a. Deməli 9'da deyir 8 bucaqlının bir təpəsindən neçə diaqonal çəkmək olar? Bir təpədən çıxan diaqonalların sayı düsturuna əsasən uşaqlar olacaq. Aha. N çıxılsın 3. Baxın uşaqlar. Tutaq ki, bu şəkildə yadınızda saxlayın. Bir dənə 6 bucaqlı çəkirəm nümunə üçün. Bu A nöqtəsindən bizə deyir ki, diaqonal çəkin.
Biz bilirik ki A nöqtəsindən burada BC olsun. A'dan B'ye çəkdiyimiz diagonal deyil. Sayılmır, tərəfin üzərinə düşür. A'dan C nöqtəsinə də diagonal çəkə bilmirik. Ona görə yenə üst-üstə düşür, tərəf alınır. Və A nöqtəsinin özünə də diagonal, özünün üzərində də diagonal çəkə bilmirik. Ona görə n çıxılsın 3 olur bizim bir təpədən çıxan diagonalın sayı. Bu eləyəcək 8 çıxılsın 3 bərabərdir 5. Yolunu izah edirəm ki, düstur sizin daha yaxşı yadınızda qalsın. Deməli, cavab oldu B bəndi. Gələk 10-cu misalımıza, modul tənliyə. Deyə verilən bərabərsizliyi ödəyən tam edilən cəmini tapın. Biz bilirik ki, moduldakı ifadə bir dəfə özü kimi çıxır, bir dəfə əksi kimi. 3x çıxılsın 6 kiçikdir 6-dan, 3x çıxılsın 6 böyükdür -6-dan. Ayrı-ayrılıqda həll eləyək uşaqlar. 3x kiçikdir 12, x kiçikdir 4. 3x böyükdür, hər tərəfdən gedəcək 0, x böyük olacaq 0-dan. Aha, ədəd oxunda göstərək. Deməli, nə aldıq? Köklərimiz 0, 4. Bizə nə lazımdır uşaqlar? 4-dən kiçiklər, 0-dan böyüklər. Kəskin aralığımız hansı oldu? 0, 4. Bizə nə istəyir? Tam ədədlərin cəmini. 1 plus 2 plus 3. Açıq mötərizə olduğu üçün 0-dan 4-ü almır. Bu da eləyəcək 6. Cavabımız oldu D bəndi uşaqlar. Sonra keçək 11-ci misala. Aha. Deyir, ədədi silsilədə A1 bərabərdir -3. A11 bərabərdir 47. İlk 11 həddin cəmini tapın. Gəlin əvvəlcə cəm düsturunu yazaq. Sn bərabərdir A1 plus AN bölünsün 2 vurulsun N. Aha, S11 bərabər olacaq. -3 plus AN-imiz 47 bölünsün 2 vurulsun. N'imiz də olacaq uşaqlar 11. Aha, bu nə elədi? 44 bölünsün 2 vurulsun 11. Yəni 22 vurulsun 11. Bu da eləyəcək 242. C bəndi. Sonra keçək 12-ci misalımıza. 12-də deyir ki, vektorun uzunluğunu tapın. Vektorun uzunluğunu tapmaq üçün koordinatların kvadratlar cəmini yazırıq. Bərabərdir 6 -8. B vektorunun uzunluğu bərabərdir. Kök altında 6'nın kvadratı plus -8'in kvadratı. Bu nə eləyəcək uşaqlar? Kök altında 36 plus 64. Bu da bərabərdir. Kök altında 100. Kök altında 100'dən də çıxacaq 10 A bəndi. Sonra keçək 13-cü misalımıza. 13'də uşaqlar deyir ki, o y oxuna nəzərən 1-4 nöqtəsində simmetrik olan nöqtəni göstərin. Aha, hansı nöqtəyə nəzərən deyirsə uşaqlar, həmin nöqtəni saxlayırıq, digərinin işarəsini dəyişirik. Bilirik ki, birinci x gəlir, ikinci y gəlir. Bizə nəyə nəzərən deyir? Y-ə. Yəni bu hissəyə nəzərən. Demək, y-ə nəzərləndirsə, bu olduğu kimi qalır, amma birinci işarəsini dəyişir, -1 olur. -1, 4. A bəndi. Sonra gələk 14'ə. Y bərabərdir kx plus 2. Y bərabərdir 3x plus 4. Düz xətləri paralel olarsa k-nı tapın. Deməli uşaqlar, əgər düz xət paraleldirsə, onların bucaq əmsalları, yəni k-ları mütləq bərabər olmalıdır. Deməli, bu tənlikdə də k3 olmalıdır ki, bunlar paralel olsun. Oldu B bəndi. Sonra perimetrlərin nisbəti 15'də uşaqlar deyil. Perimetrlərin nisbəti P1 bölünsün P2 bərabərdir 1 bölünsün 3 olan
İki oxşar üçbucağın sahələri nisbətini tapın. Deməli uşaqlar, bizim oxşarlıq əmsalımız k-mız bərabərdir 1 bölünsün 3-ə. Sahələr nisbəti deyirsə, sahələr nisbətində oxşarlıq əmsalının kvadratını götürürük. Deməli, S1 bölünsün S1 bölünsün S2 olacaq. Uşaqlar 1 bölünsün 3-ün kvadratına. Bu da eləyəcək 1 bölünsün 9 deybəndi. Sonra gələk 16-cı misala. 16-da deyir ki, A və B vektorları verilib 3A minus B-ni tapın. A vektorumuzun koordinatları 2, 5. B vektorumuzun koordinatları 1, 3. 3A çıxılsın, B-ni tapın. Gəlin əvvəlcə 3A-nı tapaq, birbaşa yazaq yerinə. 3A vektoru bərabərdir. 3 vurulsun 2, 5 nöqtəsi. Bu deyiləcək uşaqlar. Mötərizənin açılması qaydasındakı kimi 3-ü koordinatlarının hər birinə vururuq. 6, 10. Yazaq yerinə 3A-nı. 6, 10 çıxılsın 1, 3. 6-dan çıxacaq 1-i. 10-dan da çıxacaq uşaqlar 3-ü. 6-dan 1 çıxdı eləyəcək 5 koordinatımız. 10-dan da 3, 7. Deməli oldu koordinatlarımız 5, 7. Cavabda yoxdur. Baxaq görək nəyi səhv yazdı. 2, 5, 1, 3. Deməli uşaqlar, burada 3-ü 5-ə vurub 10 yazmışam, 15 olmalıdır. Çox üzürlü sayın. Deməli uşaqlar, burada 15 olmalıdır. 15-dən də 3 çıxan eləyəcək 12. Oldu cavabımız C bəndi. Sonra keçək 17-ci misalımıza. 17-də uşaqlar deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Gəlin tapaq. 17. Y bərabərdir 2x kvadratı plus 4x plus 6. Deməli uşaqlar, qiymətlər çoxluğunu tapmaq üçün gəlin burada 2-ni mötərizə xaricinə çıxaraq. X kvadratı plus 2x plus 3. Qiymətlər çoxluğunu tapmaq üçün uşaqlar. Deməli, bu tənliyin. Tutaq ki, qrafikimiz bu şəkildədir. Qiymətlər çoxluğunu tapmaq üçün bizə lazımdır bunun təpə nöqtəsini qeyd etmək. Funksiya deməli, qiyməti hardan almağa başlayır? Buranı işarə eləyək n-dən. Funksiya n-dən başlayaraq qiymət almağa başlayır. Görürsünüz, n-dən başlayır, y oxu boyunca yuxarıya doğru qiymətlər almağa başlayır. İndi biz bu n-i tapmalıyıq ki, bunun qiymətlər çoxluğunda tapa bilək. Gəlin yazaq. Bərabərdir. 2 vurulsun. Bunu gəl müxtəsər vurma düsturu halına salaq. X plus 1-in mötərizə kvadratı plus 2. Bu da bərabərdir. 2 vurulsun x plus 1-in mötərizə kvadratı plus 4. Deməli, burada uşaqlar, bu funksiyanın ən böyük qiyməti, yəni təpə nöqtəsi olacaq 4. Funksiyamız alacaq 4 müsbət sonsuzluq. Bu nöqtədən başlayaraq. Görürsünüz, 4-dən başlayır, yuxarıya doğru, sonsuzluğa doğru qiymətlər alır. Sonra keçək 18-ci misalımıza. Deyir, həndəsi silsilədə B1 bərabərdir 3,
Q bərabərdir -2. İlk 5 həddinin cəmini tapın. S5 istəyir. Deməli, S-in düsturunu yazaq əvvəlcə uşaqlar həndəsəsi üçün. S-in bərabərdir. B1 vurulsun. Q üstü N-1 bölünsün. Q-1. Aha, Q-müz var, B1'imiz var. Gəlin hamısını yazaq yerinə hesablayaq. S5 bərabərdir. B1. B1'in yerinə nə olacaq? 3 vurulsun. -2 üstü 5 çıxılsın 1. Bölünsün. -2 çıxılsın 1. Deməli uşaqlar. 3 vurulsun. -2 üstü 5 nə eləyəcək? -32. -32 çıxılsın 1. Bölünsün. -3. 3'lər ixtisar gedəcək. Məxrəcdə bir dənə -1'imiz qaldı. -32'dən də -1 çıxdıqda eləyəcək. -33 bölünsün -1. Bu da eləyəcək 33. Aha, cavabımız oldu 33. Keçək 19-cu misalımıza. Deyir ki, mərkəzi -2, 5 nöqtəsində olan və radiusu 3 olan çevrənin tənliyini yazın. Deməli uşaqlar, əgər desək ki, ümumiyyətlə qayda kimi yadınızda saxlayın, mərkəzi AB-də olan çevrənin tənliyini yazın desə, yazacağıq x çıxılsın A kvadratı plus y çıxılsın B-nin kvadratı bərabərdir R-in kvadratına. A-mızın yerinə nə dayanıb? -2. B-mizin yerinə dayanıb 5. Deməli, bu olacaq bizim A-mız, bu da B-miz. Gəlin yazaq yerinə. X çıxılsın -2, bu zaman plus olur, işarə dəyişir. Plus y çıxılsın 5'in kvadratı. Yerimiz də 3. Bu şəkildə. Burada 9 da yaza bilərik kvadratını. Keçək 20-ci misalımıza. 20'də uşaqlar deyir ki, zəri 2 dəfə atdıqda düşən xalların cəminin 8 olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə baxaq uşaqlar. Hansı zərləri atanda 8 düşə bilər? 2 dənə zər atdım, düşdü 4, 4. Sonra təkrar bir dəfə də atdım, düşdü 2, 6. Bir dəfə atdım, düşdü 6, 2. Bir dəfə atdım, düşdü 3, 5. Bir dəfə də atdım, düşdü 5, 3. Neçə halımız oldu uşaqlar? 1, 2, 3, 4, 5 dənə halımız oldu. Başqa qalmadı ki, nəysə. Qalmadı. Deməli, zəri 2 dəfə atmışamsa, bizim yaranacaq mümkün hallarımız 36 dənədir. 36 dənə halımız var. Əlverişli. Mümkün halımız 36. Əlverişli hallarımız hansıdır? 1, 2, 3, 4, 5. Bunu da yazacağıq surətdə. Cavabımız oldu 36'da 5. Aha. Bu qədər uşaqlar. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, sizin üçün yararlı və faydalı oldu. İnşallah BSG nəticələriniz yüksək olar. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənədək.